LG paltaryuyan ekranda CL göstərir. Nə edə bilərəm? Dəyərli dostlar, diqqətlə baxın. CL xəta kodu deyil. Gördüyünüz kimi bu proqramda barmağınızı tutursunuz. Bu sensor ekran olduğu üçün və səs eşidirsiniz. Səs getdikdən sonra bu göstərici itir. Göstərici itdikdən sonra siz köhnə qaydada istifadə edə bilərsiniz və yenidən barmağınızı tutursunuz bu proqramda. CL göstərir. Bu ingiliscədən close deməkdir, yəni bağlı. Heç bir funksiyadan istifadə edə bilməzsiniz. Uşaq kilidi mənasına gəlir və bu məqsədlə qoyulubdur paltaryuyan üçün. Bir çox hallarda işə saldıqdan sonra paltaryuyan işlədiyi zaman uşaqlar gəlir, bunu qurcalayır, proqramları dəyişir və proqramları başqa proqramla qarışdırdığı üçün maşın düzgün işləmir. Bu məqsədlə bu paltaryuyana bu funksiya qoyulubdur. Və bu da fərqli bir modeldir. Bu knopkalı modeldir. Sensorlu modellərin fərqli olaraq. Bunda da eyni funksiya var, amma bunda iki düyməmiz var. Bunları basılı saxlayırıq və ekranda CL göstəricisi itir və maşın başlayır öz köhnə qaydasında işləməyə davam etməyə və basılı saxlayırıq, yenidən aktiv olur. Gördüyünüz kimi heç bir funksiyanı yerinə yetirmir və təkrarən yenə basılı saxlayırıq. Bir çox modellərdə uşaq kilidi var, müraciət edə bilərsiniz.